Azərbaycan yerüstü nəqliyyat agentliyi crossworda döndərib. Yəni sürücülər bu dəqiqə axtarışdadır da, mən bu xəttənməklə necə gedim? Mən buradan bütün taksi sürücülərinə bildirmək istəyirəm ki, ümumiyyətcə buraxılış kartı başqa adamın şəxsinin adına olan avtomobili almasınlar. Siz 2 manat 50 qəpiyə 1 kilometrdə gedə bilərsiniz, 10 kilometrdə gedə bilərsiniz. Dəyərli izləyicilər, Avtomix efirindən hər birinizi salamlayırıq və bir çox izləyicimizin istəyi ilə biz taksi mövzusuna bugün toxunacağıq efirimizdə. Bilirəm ki, hər iki dostumuzu yaxşı tanıyırsınız. Ümumiyyətlə, taksi mövzusunda, taksi fəaliyyəti ilə bağlı səhifələrin izləyiciləri çoxdur. Elə tanımayanlar üçün onları da mən təqdim etmək istəyirəm. Taksi TV Bakunun rəhbəri Ruslan dostumuz buradadır. Ruslan, xoş gəlmişsən. Xoş gördük, salam edin. Və Emil dostumuzun həm taksi fəaliyyəti ilə bağlı, taksi mövzusunda sürücülərə köməklik göstərdiyi bir səhifəsi də var. Özü taksi parkda çalışır, onu bildirim sizə. Yəni taksi problemi ilə bağlı, ümumiyyətlə şikayətlərdir, kimlər ki suallar verir, o mövzuda canlılar açır, danışır. Emil bəy, xoş gəlmisiniz, salam edirəm. Xoş gördük sizə. İndi əsas məsələlərdən biri. İzləyicilərimiz də rahat suallar yazsınlar. Suallar üzərinə biz cavablar da verəcəyik. Taksi mövzusunda aktual məsələlər var ki, sürücülər əziyyət çəkirlər. Avtomix efirinin əsas kök özəyi avtomobil alğı-satqısıdır. Bunu bir taksi mövzusu ilə bağlasaq, adətən sayt üzərində belə bir şey görürük də. Avtomobil satışı ilə bağlı orada qeyd olunur ki, taksi buraxılış kartı var və bu istər-istəməz qiymətə təsir edən amil olur. Ki, qiymət biraz yuxarı satışa reallaşdırmaq istəyirlər avtomobilin qiymətindən bağlı. Bəli. Amma taksi buraxılış kartı məsələsində bu nə qədər aktualdır? Ümumiyyətlə, o aktuallığın itirə bilərmi? Belə bəzi qaydalar var, üzr istəyirəm, siz məndən daha yaxşı bilirsiniz. Avtomobili satan şəxs sonra taksi fəaliyyətindən məşğul olanda taksi buraxılış kartı istər-istəməz qüvvədən düşürmü? Bu hallar varmı? Bu mövzuda istəyirəm birinci başlayaq. Mən ilk öncə belə bir söz deyim, üzr istəyirəm. Mən buradan bütün taksi sürücülərinə bildirmək istəyirəm ki, ümumiyyətlə buraxılış kartı başqa adamın şəxsinin adına olan avtomobili almasınlar. Bu bir. Yəni bu üstünlük deyil əslində. Yox, üstünlük deyil. Çünki taksi buraxılış kartı kimin adınadırsa, taksi avtomobilində post terminal həmən şəxsin adına olmalıdır. Və yaxud da gələcəkdə həmən şəxsin özü də taksi buraxılış kartını ləğv etmə ehtimalı da ola bilər. Hər bir halda da o avtomobil alan sürücü uduzacaq. Ona görə bütün taksi sürücülərinə deyirəm ki, başqasının adına olan buraxılış kartı olan avtomobili almayın. Aydındır. Emil bəy, siz nə deyirsiniz? İkinci məqam buradadır ki, yəni bunu vaxtilə aldılar hamısı. Yəni bu necə deyim sizə, maşınların gətirdilər, doldurdular. Dekabrın 31-nə qədər, 2025-in dekabrın 31-nə qədər bilirsiniz ki, kvotaya vaxt vermişdilər, 25 minlik kvotaya. Bunu da gətirdilər, doldurdular, nə bilim başqa sürücülərin adlarına sertifikatları ilə aldılar ki, bunu daha baha satacaqlar. Məsələn, BYD-ni satırdılar 22.523 minə, fikirləşdilər ki, satacağıq bunu 26, 27, 28 minə. Və bugünkü reallığı görürük ki, yox, bu 26-27 minə satılmır artıq. Çünki BYD-nin hal-hazırda bazar qiyməti 20.520 minə düşüb. Bəli. Bir də əsas səbəb nədir? Çox sürücünün sürücülük vəsiqəsi gedib şeyə, necə deyirlər ona? Məhrumiyyət qoyduq. Məhrumiyyət. Ləğv olunub da, yəni balları çox olduğu üçün ləğv olunub. Cərimələrə görə, yəni ballara görə. Bəli. Mənim özümə nə qədər müraciət eləyirlər, qardaş, mən maşınımı satmaq istəyirəm, artıq cərimə olunmuşam, 6 aylıq sürücülük vəsiqəm gedib və mən 6 ay ərzində başqa işlə məşğul olacağam, ona görə də mən kreditimi verə bilmirəm. Emil bəy, sizə belə bir sual verim. Taksi fəaliyyətindən məşğul olursunuz da, düzdür? Bəli. Yanvar ayından bu günə qədər, indi 5 ayda, 6-cı ay keçəcək də, nə qədər cərimə balınız var? Mənim 2 bal. Ki, maşallah sürü idarə edirsiniz də. Bəli. Yəni onda qayda qanunu bilmək deməli əslində mənim də məsələn taksi fəaliyyətindən məşğul olan dostum var. Deyir qardaş, mən qayda qanunla sürürəm. Çox da cərimələnmirəm. Amma deyir çox çətindir də şəhərdə sürmək. Gərək bütün nöqtələri biləsən, qayda qanunları yaxşı biləsən. 2 balı birsiz harda almışam? Sual verim, neçə saat taksi fəaliyyəti göstərirsiniz? Mən ən az 10 saat. 10 saata 5 ayda sürür, 2 bal. Ən az 10 saat. Çox yaxşı göstərirsiniz də əslində. Mən 2 balı birsiz harda almışam? Professional sürücüsüz demək. 2 balı öz məhəlləmdə almışam. Sifariş gəlib, həmişə dayandığımız yerdə, hətta orada avtomobil saxladığımız yerdə gəlib saxlamışam. Sürücü, müştəri 5 saniyə açılıb qapılar, bağlanıb,
və 40 manat 2 bal. Ay sağ ol. Bu problemi tək belə deyil də, indi Emil bəy deyir, tək Emil bəy yaşamır. Bütün taksi sürücüləri yaşayır. Müştəri düşürdü, mindirməkdə yığılan balların nəticəsində taksi sürücülərinin şəxsən tanıyıram bir çoxlarının sürücü vəsiqəsi məhrumiyyət qoyulub. Bəli. Gedib ruslar demişlər, Rişeniyə gedib. Bildiniz necə 6 aylıq. Bəli. Ona görə onlar da işsiz qalır. İşsizlik də yaxşı bir şeydir. Ya taksi sürücülərinin ən çox şikayət etdiyi məqamlardan biri də budur əslində. Dayanma durma məsələsi. Dayanma durma məsələsi, cərimələr həddən artıq çoxdur. Yəni bilirsiniz necə, əvvəllər məsələn, o döngəyə 5 metr qalmışa qədər, yəni orada adicə 40 manat yazılırsa, indi 2 balı da var yanında. Və biz elə bir yerdə saxlamalıyıq ki, məsələn, avtobus zolağıdır. Avtobus zolağından iki məhəllənin arasında yer var. Biz ancaq o məhəllənin arasına verib saxlaya bilirik ki, maşını ki, orada müştəri minsin və yaxud düşsün. O da döngəyə 5 metr qalmışdır. Bəli. Yol ayrıca 5 metr qalmış sayılır. Orada da 40 manat. Buradan 100 manatdan və yaxud 80 manatdan canımız qutarıq, amma gəlib düşürük yenə 40 manatlıq cəriməyə. Hara fırlatsaq cərimə qaçılmazdır. Ayna bütün Bakı şəhərini parkinq eləyib. Əslində parkinqin öz qaydaları var. Nəsə o məsələyə daxil olmayım. Amma ki hər yeri parkinq eləyib, bir dənə taksi sürücüləri üçün taksi dayanacaqları qoymayıb. Yəni sən bunu zaten bu işi görürsən də, adicə parkinq nişanı qoyursan, xəttənməni çəkirsən. Bunu bilmirəm, bilirsiniz ya yox, nişanlardır, xəttənmədir. Əvvəl siqnal idarəsində idi, yoxsa səhv eləmirəmsə orada idi. İndi verilib Azərbaycan Yerüstü Nəqliyyat Agentliyidir. Yəni şəhəri belə deyək də, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi crossword-a döndərib. Yəni sürücülər bu dəqiqə axtarışdadır da, mən bu xəttənməklə necə gedim? O bir yana, yəni bu parkinqləri qoyursunuz. Nişanı da qoyursunuz. Amma taksi üçün cəmi nə qədər heç hesablasan, mənim səhv eləmirəmsə, biz 20 dənə taksi duracağı var ya yox Bakıda. Sürücülərə yaxşı deyirsiniz, bütün sənədləri aldırmısınız, deyirsiniz ki, qanunu işləyin falan. Allah, çox gözəl, amma sən buna heç eləməmsən. Mən bugünkü günə kimi müəyyən bir fikirlər vardı ki, mən şəxsi deyirəm, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin gördüyü işlərdən üst-üstə düşən məqamlar var idi. Bəyəndiyim məqamlar. Amma sonradan gördüm ki, bunlar elə deyir, bunu eləyin, onu eləyin, bunu eləyin, amma nəticədə taksi sürücüsünə hələ ki, heç nə verilməyib. Heç nə, sadəcə sən ver, sən elə. Buradan İnva, bilmirəm, baxın, Grand Servisli İnva proqramı var, Emil də bilir onu. İnva proqramında taksi buraxılış kartı alan sahibkar olsun və yaxud sürücü olsun, fərqi yoxdur. O müqavilə bağlayır. Bu barədə bir dəfə danışmışıq. Müqaviləyə əsasən göstərilən xidmət var. O xidmətin qarşılığında müəyyən pul ödəməlisən. İndi Grand Servisdə o xidməti göstərmir, amma onlayn o pulu alır sürücüdən və yaxud sahibkardan neçə maşın varsa fərqi yoxdur. Alır, amma o xidməti göstərmir onun qarşılığında. İndi bir dənə məsələ var. Burada şəxsi məlumatların qorunması var falan. İndi bunu hüquqşünaslar daha yaxşı bilər. Sən İnva, sənin ayna ilə nə əlaqən var? Sən nəyin əsasında o sürücünün o məbləği ödəyib ödəməməsini aynaya ötürürsən, inteqrasiya edirsən, hansı inteqrasiyadan gedir ki, bu sən kiminsə hansısa sürücünün şəxsi məlumatını niyə ötürürsən? Ötürür ora, ayna da baxır ki, bu sürücü tutalım, İnva proqramında avtomobilin texniki yoxlanış aparmadığına görə, o ayna da götürür, ötürür şirkətə ki, bəs bu avtomobili blok elə. Bloklayır, sürücü də indi axtarır, sürücü elə bir tapmaca tapır. Gedir, nə bilim, birinci aynaya, mən niyə bloklamısan? Aynaya deyir, mən bloklanmamışam, sən niyə bloklayıram? Şirkətə gedir şirkətə, niyə bloklamısan məni? Şirkət deyir, sən İnvadan ödəniş eləməmsən. Sənə nə, İnvadan taksi şirkəti, sənə nə? Sənə nə adiyyatı var bunun? Sən İnva proqramına görə sürücünü aynanın göstərişi əsasında bloklayırsan. Yəni məlumatların burada qorunması falan məsələlər var. Yəni şəffaflıq. Sonra bilmirəm, mən bu yaxınlaracan görürdüm Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin saytında taksi buraxılış kartı olan neçə avtomobil var. Mən görmürəm onu. Yox, var, mən hər gün görürəm, amma heç vaxt dəyişilmir. Növbədə həmişə 54 nəfərdir. Elə qal. Son göstərici nədir? 42288. Baxın, bu neçə ayın göstəricisi, təxminən neçə vaxt elə qalıb? Yəni mən son bir 20 gündə daim mənə canlı açanda sual verirlər, neçə maşın, nə vaxt 25 minə düşəcək? Mən onu nə vaxt baxıram, eynidir. Amma mən sizə deyim, mən bu yaxınlarda 77 maşın buraxılış kartını ləğv etdirmişəm. Niyə düşməyib o rəqəm?
Biz parkda elə bəlkə bir 50 nəfərin buraxılışını ləğv eləmişik. Şəffaflıq var. Burada şəffaflıqdan əlavə ola bilər, şəffaflıq var. Amma sən bu məlumatları orada yenilənməsini niyə aparmırsan ki? Orada 43 min göstərmirsən, görməlidir ki, hansısa bir sürücü. Bu tuşlar bilmirəm 42 min tutalım 800-ə, 900-ə. Məsəl üçün. Bayaq verilişdən öncə də söhbət edirik. Bəli. Emin də bildirir o barədə. Baxın, bu problem elə qalıb belə, nə həllini tapdı, nə bir şey. İnsan var, tutalım Emindən söhbət edək. Bu dəqiqə avtomobili var. Avtomobil indi plug-in hibriddir də. Hər hansısa bir texniki nasazlıqdan Allah rəhmət etsin, yandı maşını. Maşına kart alıb. Bəli. Bu adam ikinci o aldığı maşına o kartı belə deyək, yönləndirmə eləyə bilmirsə, bu adam qaldı işsiz. Vəssalam. Bu gözləməlidir 25 minə aşağı düşsün. Düşəndən sonra hələ bu növbəyə düşə biləcək, orada düşə bilməyəcək. Bu çörəksiz qaldı. Ailəsinə çörək para bilməyəcək. Aynə hələ indiyənəcən bu problemi həll eləmir. Elə o adam məsələn taksi fəaliyyətində məşğul olursa, onun üçün bir belə deyək də bir ayrıcalıq yoxdur ki, o adam birbaşa elə bir şey yoxdur. Mən video müraciət şəklində də Ruslan bəy bilir, video müraciət şəklində də eləmişəm. Hətta aynadan buna baxıblar. Deyiblər bəli, düz müraciət eləyir, amma biz buna heç eləyə bilmirik. Yəni necədir? Bəli, 20 avtomobili olan, 30 avtomobili olan bir sahibkarın bir avtomobillə nəsə olanda o çox şey itirmir. Amma çörək ağacı olan bir avtomobili olan bir taksi sürücüsü avtomobilinə nəsə olsa və yaxud köhnəlib artıq. İli çox köhnəlib, sürə bilmir artıq. Ümumiyyətlə avtomobillər belədir, taksidə o qədər sürülür ki, 3-4-5 ildən bir dəyişilsə daha yaxşı olar. Mən özüm şəxsən hər 3 ildən bir dəyişirdim avtomobilimi, amma indi məcburam, gözləyəm bizim nə vaxt kvota düzələcək, nə vaxt nə olacaq, mən onda avtomobilimi dəyişim. Amma bu avtomobil yeniliyi ilə bağlı əslində qayda var idi. Baxın, hardasa bir 2 ay il məsələsi var idi. Yox, 2 ay bundan qabaq səhv eləmirəmsə sərəncam verildi ki, müntəzəm sərnişin daşıma da 3 ay müddət verildi ki, vaxt verildi ki, müəyyən dəyişikliklər olmalıdır. Taksi də qeyri-müntəzəm sərnişin daşımaya daxildir. İndi orada görəcəyik nə dəyişikliklər elədi. Bəlkə elə həqiqətən bu məsələləri eləyəcəklər. Orada taksi buraxılış kartı olan avtomobil hər hansısa bir, indi onu da sübut eləmək lazımdır. Mən maşını satmaqla yox, həqiqətən maşın yararsız olubsa, bəlkə deyirəm o dəyişikliklər olunacaq. Hələ onu bilmirik, gözləyirik indi. Çox bəlkə də bir aya falan onunla da əlaqədar qeyri-müntəzəm sərnişin daşımada taksidə aid olduğuna görə bəlkə orada da müəyyən dəyişiklik olar. Əlbəttə ki, olsa çox super olar. İndi amma mən inanmıram olsun. Aynadan yəni ki, bunu gözləmirəm. Sonra baxın, bu yaxınlarda bütün media qurumlarında birmənalı olaraq hamısı şeylədir ki, bəs taksi qiymətləri qalxıb filan. Mənə maraqlı deyil. Bu vaxtı ikən yadımdadır da taksi sürücüləri qiymətin ucuzluğundan narazılıq edəndə yəni bu bəzi bir neçə medianın çıxmaq şərti ilə onlar taksi sürücülərinin problemlərini səsləndirirdi. Həmçində siz niyə demirdiniz bu taksi sürücüləri 60 qəpiyə, 80 qəpiyə, 1 manat 60 qəpiyə müştəri aparır. Yəni bunların gəliri, qazancı, sosial rifahı, yəni o deyil, niyə belə işləyir? Bunları demişsiniz, amma bugünkü gün hər hansısa bir tutalım 10% artım 1 kilometrəcə 3 qəpik düşür ya düşmür. Məsəl üçün deyirəm ha. Yəni bunu çox belə qlobal bir şey eləyirlər. Amma halbuki elə bir şey də yoxdur. Taksi sayının azalması falan bayaq indi Emil bəy onu vurğulayar, şirkətdə olduğuna görə, taksi parkda olduğuna görə bilir. Bloklanmalar falan var, o mövzu indi danışar. Yəni bu məsələləri yəni onda demirdiniz. İndi hər hansısa bir artım olmadığı halda, hər hansısa bir belə deyək də bir-iki müştərinin fikrinlə qiymət qalxıb deməklə həmişə olub da. Çaspik deyilən vaxtlar olub da. Amma çaspikdə tələb təklifə görə tələb təklif söhbəti. Mən də deyirəm ki, bu tələb təklif, mən bunu neçə illərdir deyirəm, tələb təklif məsələsini yığışdırmaq lazımdır. Taksi üçün əsaslandırılmış taksi qiyməti olmalıdır. Bunu da mən deməkdən artıq boğazım quruyub. 1 kilometrəcə düşən xərclər var, plan hamısı hesablanıb, əsaslandırılmalıdır. Və müştəri də sual verəndə onu qarşısına qoyursan ki, baxın, biz buna görə hesablamışıq. Taksi sürücüsü də sual verəndə həmçinin, qoyursan qardaş, 1 kilometrəcə düşən məbləğ budur. Burada yanacaq var, burada minimum ortalama əmək haqqı var, bunun vergisi, amarsızca xərci, hamısı hesablanmalıdır. İndi mən onu bir dəfə 80 neçə qəpiyə hesablamışdım. Yəni artıq müəyyən qiymətlər falan hamısı qalxır deyə, bəlkə də artıq 1 manata falan düşməlidir. Bildiniz, bunu eləmir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi boynuna açır ki, biz qiymət tənzimləyən qurum deyilik. Qanunla elədir, tənzimləyən qurum deyil. Amma istəsələr onu tənzimləyə bilərlər. Necə ki,
bütün şirkətlər qarşısında öhdəlik qoydular ki, Bakı şəhərinin mərkəzində belə deyək də minimum gediş haqqı 2 illik olmalıdır. Bütün şirkətlər də aynanın tələbinə görə onu həyata keçirir. Şəxsən özüm orada olmuşam. Ona görə bilirəm. Yəni sən şirkətlər də onu ona görə elədilər ki, aynanın qarşısında sabahları nəsə olsa bunu eləməsə də elədi şirkətlər? Şirkətlər nə elədi? Əvvəllər 3 kilometrdən sonra əgər kilometraja görə qiymət hesablanırdısa, indi əvvəl oldu 5 kilometr, daha sonra qaldırdılar bunu 8 kilometrə, indi 10 kilometrdən də artıq, hətta 11 kilometrə qədər minimumdur. Məsələn, siz 2 manat 50 qəpiyə 1 kilometrdə gedə bilərsiniz, 10 kilometrdə gedə bilərsiniz. Aha. Bu reallıqdır. 2 manat 50 qəpik indi bəziləri deyəcək ki, qiymət qalx. Qiymət qalxmayıb. Qiymət bilmək istəyirsinizsə, yaşadığınız ərazidə bir dənə normal bir vaxt, məsələn, bazar günü səhər-səhər açın, A nöqtəsindən B nöqtəsinə bir həmişə getdiyiniz yerə qiymətə baxın. Görün qiymət necədir. Çox biabırçı haldadır. Qiymət nə vaxt qalxır? Axşam çaspikdə, probka dayananda. Məsələn, indi biraz yay vaxtıdır. Axşamlar özünüz görürsünüz ki, şəhər mərkəzində daim tıxacdır. O tıxacda da nədir? Camaat çıxır, axşam saat 7-dən sonra, işdən sonra çıxırlar. Bu Dəniz kənarı bulvarda, məsələn, Nizami küçəsində, Targov dediyimiz yerdə gəzintiyə və geri qaydanda da əlbəttə ki, taksi sifariş edirlər. Çünki o dərəcədə bizdə avtobus da inkişaf eləməyib. Avtobusların axşama gəlib çatanda saat 9, 10, 11 artıq aralarında o interval artır. Bloklanma məsələsi məsələn. Bir də bloklanma. Bəli. Səbəb nədir? Bax, məsələn, müştəri sadəcə olaraq xoşuna gəlməyib ki, bunun avtomobildə buna deyiblər ki, siqaret çəkmək olmaz və yaxud burada saxlamaq olmaz və yaxud blokun ağzında dayana bilmirəm, 10 metr arxada dayanmışam. Müştəri başlayır şikayət yazmağa. Həmən fərq eləmir hansı şirkət olsa, hər iki şirkətə aiddir, yəni üçünə də aiddir. Həmən araşdırılmadan, eləmədən, xəbərdarlıq olunmadan birbaşa bloklanır. Heç araşdırma olmur yəni. Araşdırma olmur. Müştəri yaza bilər ki, məndən artıq pul tələb elədi. Bir nəfər araşdırmır ki, bu şərdi yoxsa yoxdur, bəlkə şərdi ya yox. Heç olmasa bir xəbərdarlıq elə. Mən adam tanıyıram ki, arendaya maşın götürüb, günü 40 manatdan 28 gün adam bloklayıblar. Aha. 28 gün. Bu nə etməlidir? Maşını aparıb geri qaytarmalıdır. Bu buna depozit verib. Depoziti batacaq. Harda işləsin? Necə işləsin? Üstünə taksi qoyub mu işləsin? O da alınmır. Hal-hazırda texnologiya dövrüdür. Heç kim yoldan keçən taksiyə əl eləyib minmir. Hamı şirkət sifariş verir. Bəli. Şikayət məsələsinə baxılması. Gün ərzində bilirsiniz nə qədər bloklanmalar var? Hər ümumi bütün şirkətləri götürsə, ümumilikdə 500 nəfər, 400 nəfər bloklanma var. Yaxşı, onda bir sual da mən verim də. Məsələn, taksi sifariş verdiyimiz zaman bəzən olur ki, indi sıxlıqdır, taksi sürücüsü gələ bilmirmi, gəlmək istəmirmi? Bəzən özü orada mesaj bölməsində, proqramın içərisində yazır ki, bəs mən gələ bilmirəm. Yəni bu nə deməkdir? Ləğv eləyin də, zəhmət olmasa gedişi. Özü niyə ləğv eləmir? Yaxşı, özü niyə qəbul eləyir, sonra ləğv eləmək istəyir orada? Bu məsələ düşür, reytinqi düşür aşağı. Reytinqi düşür. Baxın, indi belə bir şey var. İndi o reytinq düşür deyə belə bir şey də mənim şəxsən başıma gəlib də. Adam deyir ki, ləğv eləyim, mən bilməmişəm, dəfələrlə 2 dəfə, 3 dəfə eyni halı yaşadım, onu özüm ləğv elədim. Amma orada da o səbəblər verir axı orada, niyə ləğv eləyirsiniz? Mən dəfələrlə orada seçdim ki, yanlış sorğu. Yəni indi o yanlış sorğu. Öz üzərimə götürdüm də o yanlışı. Yanlış sorğu. Bir də gördüm ki, o proqram özü məni blokladı. Mən artıq taksi sifariş verə bilmirəm. Bəli. Yəni bu məsələlər var. Yəni yuxarı baxırsan, aşağı baxırsan. Artıq bundan sonra sürücü də bloklanır. Müştəri nə etsin? Reytinqi düşür. Müştəri də buradan yox, biz indi hər tərəfli duraq ki, şirkəti günahlandıraq, hər tərəfli müştərini günahlandıraq. Bizim içimizdə də, yəni acı da olsa, sürücü var ki, gəlir ünvana hardasa bir 100 metr qalmış, ya da gəlir bir dənə getdiyi yerindəni vurur, çıxır gedir, durur bir yerdə ki, sən onu tapa bilməyəsən. Gözləyir, sən ona imtina verəsən, çıxıb gedə. Belə bir sürücülərimiz də var. Bu reallıqdır. Yəni o əslində sifariş edəndə onu qəbul eləməsə də onun reytinq halı düşür aşağı, yoxsa necə? Qəbul etmədiyi halda da. Qəbul etmədiyi halda sürücülük düşür, bir də prioritet düşür aşağı.
Yəni deyir xəttə girmisənsə, sifariş Sən götür. nə gəldin, Niyə hamısını girmirsən götür. xəttə? İşləyirsinizsə götür Harda hamısını. götür axı. Xidmət göstər. Yəni düzdür, həqiqətən ki, elə sürücülər var. Yəni müştərini incidir. Müştəri də siz fərd olaraq baxmır da taksiyə, bu Emildir, bu Ruslandır, bu Emindir. Ümumi taksi sürücüsü kimi görür hamını. Bəli. Sən Ümumi taksi taksi sürücüsüsən. sürücüsü kimi Sən Elnur kimi görmürsən, Ruslan kimi görmür. Ona görə deyirəm, bunu belədirsə, demək hamısı belədir. Yəni ona görə adicə özü belə deyir də, sürücü haqlı olsa belə, Bəli. götürüb mənfi rəy yazır. Başına gəlibdi ya, qalıb da beynində qalır şuuraltı. Mənfi rəy yazır, sürücünün də reytinqi düşür, aşağı prioritet düşür. Artıq orada da sifariş ötürülməsi azalır. Bildiniz kimin reytinqi xalq yuxarıdırsa, ona daha çox sifariş ötürülməsi gedir. Burada deməli bir izləyicimiz yazır ki, Bolt'un proqramı göstərir 1 dəqiqə, Waze göstərir 20 dəqiqə. Bax belə bir mesaj gəlir. Bolt hava məsafəsi ilə göstərir yazıb. Yox, hava məsafəsi ilə göstərmir. Bolt əvvəllər öz xəritəsi idi. İndi inteqrasiya olunub Google-a. Aha. Google-da belə düz göstərmir. Google-da düz göstərmir. Waze deyəndə də biz hər şeyi Waze-in üstünə atırıq. Waze bəzən fırladır. Yolu uzadır yəni. Yolu uzadır. Bəzən yolu uzadır. Ən hal-hazırda ən gözəl proqram olaraq, xəritə olaraq Yandexin xəritəsidir. Ən dəqiqin, ən düzün o göstərir. Yəni mən özüm neçə dəfələrlə istifadə eləmişəm. İdeal, dəqiq. Məncə taksi sürücüsü nədir, navigator nədir? Belə anlayış. Bu da əsas məsələdir. Dərsliklərdə də o keçirilən dərslərdə, sonra taksi ilə əlaqədar qərarlarda da var ki, Bəli. taksi sürücüləri məşhur küçə prospektlərdir. Sonra xəstəxanalardır. Sonra Daxili İşlər Nazirliyinin polis bölmələri var ki, onların yerini bilməlidir. Yəni bu elementar bir şeydir. Yəni navigatora arxayın olub işləyən taksi sürücüləri navigator allatsa yaxşıdır. Ruslan, sənin sözünə qüvvət. Vaxtilə bir məşhur bir taksi şirkəti var idi. Adını çəkmək istəmirəm. O taksi şirkətinə işə girməkdən ötürü biz imtahan verirdik. Çox güman 189-dan söhbət gedir. Hə də, yəni adını çəkmək istəmirəm çünki səbəblər çoxdur. Burada reklam da getməsin. Baxdı bəy onlara reklamı. Yox da, indi nə qədər olmaya. Oranlı o vaxt onların çox güclü taktikası var idi. Hətta orada sürücü kimi gəlib, mən öz gördüyümü görmüşəm ki, sürücü kimi gəlib, tanıyır şəhəri. Əla, super. Amma içəri girəndə müdiriyyət onu görüb ki, o idman paltarındadır və ayağında tapıçqası var. Deyib ki, fırlan bir də sən bizdə işləməyəsən. Sən işə çıxmısan. Bunu eləyən var idi. 189 idi. 99-a 33-də də bir müddət olub, səhv eləmirəmsə sonra. Yox. Shortcut-da gələn sürücünü məsəl götürmürlər. Özüm onun şahidi olmuşam, ona görə deyirəm. Yəni əslində bu seçimlər gözəl. Amma transmilli şirkətlər gəldi, onları mənim özümü həmin şirkət işə götürəndə sual verirdi mənə. Məsələn, Parlament prospektində hansı obyektlər yerləşir? İzmir küçəsində nə yerləşir? Məsələn, Koroğlu Rəhimova necə getmək olar bu durduğumuz yerdən? Navigatorsuz. Biz adresləri... Siz şahidi olmamışsınız, taksi sürücüsü olub hətta. Yəni mən elmlərdə qalıram. Metronun yanına gəlib Elmlər Akademiyasının yanına. Çıxışı deyib, Bakı Dövlət hardadır burada? Oyda. Bakı Dövlət də 1800-ci ildə, yəni tikilən universitetdə. Niyə İçəri şəhər metrosunun yanında mənim özümdən soruşmayıb var? Yəni elə sürücülər var. İndi də var ha. Fakt indi də var. Nə olsun? Gedib təhsil alıb nə deyirlər ona? Şəhadətnamə. Hamı ona sertifikat deyir. Taksi şəhadətnaməsi də sürücü oxuyub aldığı. Yəni elə onu oxuyub alanlar var ha elənçisinə. Ki gedib çatır arasa, deyir filan yer hardadır. Yaxşı, bu aynanın bəs keçirdiyi imtahanlarda o belə yox idi. Bu suallar yoxdur yox olaraq. Yox. Aynanın keçirdiyi imtahanda o taksi şəhadətnaməsində orada suallar bilirsiniz nədir? Bir sürücülük vəsiqəsi alanda hansı suallar var? Onlara da yol hərəkət qaydaları. Yol hərəkət qaydaları. Məsələn, mən sizə deyim, təkərin protektorunun qalınlığı nə qədər olmalıdır? Sükanın lüftü nə qədər olmalıdır? Və yaxud arterial qanaxma nədir? Venoz qanaxma nədir? Cərimə taksidə məsələn fərqlənmə olmadan, fərqlənmə nişanı almadan işləməyin cəriməsi nə qədərdir? O suallardır, başqa heç bir sual yoxdur. Əslində küçələri soruşmaq lazımdır da bir sual olaraq o da. Yox, orada keçirilən dərslikdə səhv eləmirəmsə küçələri öyrətmirlər, yox. Sadəcə deyirlər ki, qanun deyir ki, küçə prospektləri bilməlisən.
Sən bunu bilməlisən. Bəli. Amma demirlər də filan kisə onu. Bax indi reallıq bilirsiniz nədir? Moskvada özünüz bilirsiniz GPS sessiz, özümüz də internetdən görürük, GPS sessiz yoxa çıxır. Aha. Mən o günləri bir taksi sürücüsü mindi, mənim öz avtomobilə Moskvada işləyən. Adam dedi ki, mən Moskvanı 5 barmağım tanıdığım üçün bir aya 1 ilin pulunu qazandım. Nəyə görə? GPS dayanmışdı. Ancaq dayanırdıq belə, otururdular filan yerə sür. Otururdular filan yerə sür. Bəli. Mən də bilirdim. Amma deyir kim ki ancaq navigatorla işləyirdi. İşləyə bilmədi. O adam işləyə bilmədi orada. Eyni şey də Bakıdır. Yəni Bakı da balaca şəhər deyil. Moskvadan 500 kvadrat kilometr balacadır. Yəni Moskva 2600-dür, Bakı 2140. Deməli burada izləyicimiz nə yazır? Bizə salam. Əgər olursa rüsum nə qədərdir? Mən sizin digər mesajı görmürəm. Nəyin rüsumundan söhbət gedir? Hal-hazırda Taksi TV Bakının rəhbəri Ruslan dostumuz burdadır və taksi üzrə ilə mütəxəssis Emil bəy burdadır ki, rahat sizə suallarınızı yazıb bizə göndərə bilərsiniz. Avtomix efirini izləyirsiniz. Zik yağlarının baş sponsorluğu efirimiz yayımlanır. Murad LTD şirkəti Zik yağlarının Azərbaycanda yeganə rəsmi distributordur. Dəyərli dostlar, Zik yağı Cənubi Koreya saldı və Hyundai Kia'nda zavod dolum yağıdır. Burada mən sürücülərə məlumat vermiş oldum. Düzdür, belə maşallah ilə maraqlı danışdınız ki, qısa-qısa demək olar ki, bütün problemlər, məsələlərə toxundunuz. Bütün deməyim, amma bir çoxuna toxundunuz. Yəni həm qiymətə toxundunuz, həm dayanma durmaya toxundunuz ki, sürücülərin ən çox əziyyət çəkdiyi məqamlar. Qiymət, dayanma durma, müştərinin şikayəti, ona baxılmama məsələsi. Bəli. Sonra nə var? Taksi məsələsində problem məsələlərdən biri. Burada bir izləyicimiz yazmışdı əslində, sürücülərin mən bildiyim qədərlə yoxlanış məsələsi olmalıdır. Düzü sağlamlığı ilə bağlı. Orada necədir vəziyyət? Orada heçsə. Yox, ümumiyyətlə yoxlanılırmı yəni sürücü? Elə onu deyirəm də. Nəinki o, avtomobil bax, bütün taksi sürücüləri taksi buraxılış kartı almamışdan qabaq müqavilə bağlayıb. Müqavilədə də göstərilib qərarda da ki, taksi minik avtomobili gündəlik reys qabağı avtomobil texniki yoxlanışda keçməlidir. Bəli. Bu praktik olaraq belə deyək də çatdırma mümkün deyil. Bunlar götürüb onlayn bunu ediblər. Bəli. Onlayn avtomobilin askı sisteminin hansı formada olduğu yəni bilinmir də. Sən onun vizual görünüşünü bilə bilirsən. O askı sistemi hansı formadadır, yolda təhlükəsizliyə cavab verir ya yox, bu bilinmir. İkincisi də ki, həmçində orada tibbi müayinə müqaviləsi bağlayıblar. Onlar da reys qabağı sürücü tibbi müayinədən keçməlidir. Ən azından belə deyək də, doğru dediyim ki, bilirik ki, qrip yoxuzu xəstəliyi də keçicidir, düzdür, öskürə ilə falan hər hansısa formada. Bəli. Yəni, bu adam qripdir, oturur avtomobilini sürəcəksə, müştəri əyləşəcək, ona da keçirəcək falan. Yəni, bu adamın sağlamlıq durumu, reys qabağı hansı formadadır? Keçirilmir. Sadəcə kağız üzərində qaldı onlarda. Onların da həyata keçirilməsi üçün, yəni bunların kifayət qədər hal-hazırda olan 43 min, indi 25 min olsun, fərqi yoxdur. Yəni, bunu çatdırmaq mümkün deyil. Yəni, bunu eləyə bilməyəcəkdirsə, bunu əvvəlcədən də belə bir şey qoymazdınız, özür istəyirəm. İkincisi də artıq, bilirsiniz necə, mənasını itirdiyi, bu ayna bunu düzəldə bilmədi. Mən deyərdim ki, buraxın başını. Taksi məsələsinin başını buraxın. Gedin avtobuslara falan, nə bilim, bunlarla məşğul olun. Yəni, taksi məsələsi sizlik olmadı. Necə ki, Bakı Nəqliyyat Agentliyi idi, onlarlıq bacarmadılar. Həmçində siz də artıq insanlarda bir aqressiya yaradırsınız, bir insanlarda qıcıq yaratmışsınız. Nəinki taksi ilə, digər cərimələrlə olsun, nişanlarla olsun filan. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi insanlarda artıq bir aqressiya, bir qıcıq yaradır. Yəni, bacarmadınız da, bunu etiraf eləmək lazımdır. Vəssalam. Nəsə demək istəyirəm. Mən Ruslan bəyin sözünə də bir dənə ki, bizdə Ruslan bəy bilirsən də narkologiyalar nə vaxt keçirlər? Mən bilən 3 ayda ya 6 aydan bir keçməlidir. Yox, bütün sürücülərimi keçir. O artıq rüsumunu verib kağıza alırsa bilmirəm. Yalnız və yalnız buraxılış alanda, buraxılış kartı alanda. Bəli. Başqa cür, məsələn, mən sertifikatım var, yəni şəhadətdən var, sürücülük. Mən sizdən avtomobil götürüb sürsəm, mən heç kimi yoxlamayacaq. Sertifikat da alanda heç kimi yoxlanılır. Başa düşdüm. Yəni bu təhsil, mən o əvvəldən biz deyirdik ki, təhsil alanda artıq onun narkoloji. Amma burada bir dənə nüans var. İmtahana getməmişdən qabaq. Bəli, razıyam. Bunu dedik. Onu verib sonra imtahana girsin. Sonradan narkoloji tələb eləməyin nə mənasıdır? Bəli. Sertifikat alandan sonra narkolojini necə tələb eləyə bilər? Çünki o sürücü gedib istərinə sahibkarın maşınını götürüb, şəhadətnamə əsasında işləyəcək.
Və ondan da əlavə heç kəs sesindən sığortalanmayıb və bilinmir ki 6 aydan sonra o narkotik aludəsi olacaq ya yox. Bu da və yaxud 3 aydan sonra. 3 aydan hansısa bir 6 aydan bir yəni bunların da narkologiyadan arayış alınması təmin olunmalıdır və hər hansısa formada aynanın sistemindən və yaxud şirkətin sistemindən yüklənməlidir ki, bu getdi, keçdi, aldı, gəldi. Bu yaxınlarda tədbir keçirildi Azərbaycanda. Biz məsələn hardasa bir 300 sürücüyə yaxın biz getdik narkoloji test verdik. Bəli. Amma yerdə 43 min qaldı. 300 nəfər normal. Bəs digərlərə? Yox, digərləri normaldır. Amma o normal nə mənada? İçərisində var da bəziləri. İçində olma ehtimalı var. Yəni bunun necə yoxlayırsınız siz? Necə müəyyənləşdirirsiniz? Yəni mən onu demək istəyirəm də artıq yox deyə o taksi məsələsi bağlandı. Bacarmadınız da ləğv edin, ayna. Çəkilin qoy cəmaət gəlib çörəyini qazansın da. Necə başlı-başına buraxsın? Çünki zaten mövcud vəziyyət sıxmaqdan ibarətdir, bildiniz. Sıxmaq da bayaq dedim ki, aqressiya, ümumiyyətlə kütlədə aqressiya yaradır. Aynanın bir dənə ən böyük minusu bilirsiniz nədir? Mən taksidə işlədiyim üçün aynaya gələn o işçilər gəlləri hava limanından da götürmüşük və yaxud şəhərin içində də. İndi özümün ingilis dilim, rus dilim olduğu üçün mən onların nə danışdığını çox gözəl başa düşürəm. Və aynayı aparıb aynanın Başov idarəsinə aparanda yolda onlara zəng gələndə həmən müştəriyə ingilis dilində danışır müştəri və mən başa düşürəm ki, bu gəlib bizdə burada yol sistemini düzəltməyə. İndi gəlin bir şey deyək də, bir ingilisin, bir fransızın, bir almanın nə dərəcədə düzgündür gəlib Azərbaycanda yol sistemin, yol hərəkəti qaydalarının və yaxud nəyinsə düzəltməyi. Çünki biz başqa zehinlə yaşayırıq. Yox, indi praktikalar var ki, yox, onlardan yararlanır, təcrübələrdən yararlanır. O gün bir almanı müştəri götürmüşəm. Arkada polis maşınıdır. Sadəcə hərdən birdən dınq belə miqalkasını yandırır. Tələsmir heç ara, yol istəmir. Hərdən birdən xastayıq. Mən alman deyir ki, siz necə oldu çəkilmədiniz hamınız belə ki o keçsin. Dedim yox, o no emergency də, yəni tələsmir heç ara. Yəni tələsik bir işi yoxdur. Onlarda belədir, Almanlarda, yəni Avropada avtomatik olaraq iki zolaq aralanırlar, biri sağa, biri sola, ortanı boş qoyurlar. Biz də onu eləyə bilərik. Hələ ki mümkün. Bizdə təcili tibbi yardım maşınının sayrışan işıqları yananda bir də arkasına qoşulub ondan gedirlər ki, mən də tez. Bəli. Hələ onu niyə deyirsiniz? Hələ bizdə yol hərəkəti qaydalarında əslində biz onlara yol verməliyik. Hətta qırmızıda dayanmışıqsa qadağan edici nişanda biz yol verməliyik də təhlükəsiz şəkildə. Cərimə gəlir. Cərimə gəlir. Qırmızıdan keçmirsə. Qırmızıdan keçmirsə ya da ki 40 manat 2 bal xəttin tələb. Çox güman ona görə gedib müraciət edəndə ki, baxın orada ehtimalla silinir. Gəlməməlidir də əslində. Yox, gəlməməlidir. Avtomatik çəkmə şeyi var. Orada yox, fiziki çəkmirlər. Fiziki çəkir. 90% fiziki çəkir. Yox, inanmıram. Fiziki onu çatdırmaq üçün verilişdən sonra mən sənə sübut eləyərəm. Onlar hep tək-tük hallarda olar, amma fiziki onu çatdırmaq üçün işçi sayı kifayət eləməz. Burada suallar var qanun məsələlərlə bağlı. Burada biz taksi ilə bağlı danışırıq. Yəni taksi ilə bağlı nə sualınız var verə bilərsiniz. Düz indi yavaş-yavaş yekunlaşdıracağıq canlımızı. Bir də qanunla bağlı qanunun zid səhifəsində keçid edin, orada yazın zəhmət olmasa dairət bölməsində. Bir izləyicimiz yazır ki, kim düzəldir, düzəltsin deyə qardaş. İstəyir alman olsun, ingilis, fransız fərq eləmir. Əsl məsələ odur ki, düzəlsin deyə. Düzəlməyəcək də. Bizim o zehnimiz o çox bədbinsən, çox belə. Yox, səbəb üstü necədir? Biz gərək gələcəkdə gələcəyi öyrədək. Hal-hazır ki, məsələn 20 plusu biz öyrədə bilməyəcəyik. 20 plusu biz onları öyrədə bilməyəcəyik. Azərbaycanda necə başladınsa avtomobil idarə eləmək, o cürdə gedəsən. Rus burada Rusiyadan gələn avtomobil idarə eləyə bilmir. Hətta bizim, məsələn, Türkiyədə olmuşsa, onlar çox bərbad avtomobil idarə edirlər. Onlar belə burada avtomobil idarə eləyə bilmirlər. Mən Avropalılardan ümumiyyətlə danışmıram. Onlar burada sükan arxasında oturmağı istəmirlər ümumiyyətlə. Ehtiyat edirlər. Ehtiyat edirlər. Bizim toxunmadığımız hansı bir məqam qaldı? Əslində çox şey var, yaddan çıxıb sadəcə. Məsələn, taksi avtomobilinin xarici görünüşünə bağlı nəsə bir yenilik var. Yox da amma olsa lap yaxşı olar. Çünki taksi avtomobili mütləq qərarda var idi. Mütləq qaydada taksi avtomobili digər avtomobillərdən rənginə görə yox,
ümumiyyətlə görünüşünə görə seçilməlidir. Baxın, gəlin bunu lap kobud formada deyəcəm. Tutalım da gecə yarısı hər hansısa bir xanım, hər hansısa bir xəstəxanaya bəlkə gedir, ya harasa da iş dalınıza gedir. Bunun hər dəfə arxasınca fərqli maşın gələndə o ağ rəngdə o taksidir və ya qırmızı rəngdə o taksidir deməklə bilirsiniz də bizdə ağzı yığışdırmayan adamlar da var. 1000 dənə qulp qoşurlar. Təsəvvür edin, mən Unize ilə gəlirəm. Yox, ona görə taksi avtomobili seçilmə üzərində taksi nişanı olmalıdır. Qıraqlarında kant olmalıdır, o xətlənmə olmalıdır. Bu yoxdur. Yoxdur, cəmaət adam var bəlkə də indi belə deyir. Bunu gündə bir daha maşına minir. Oğlan deyir, bu hardandır bu? Necədir? Nə qədər dostu tanışı var. Fikirlərini demirlər ki, bu taksidən istifadə edir də, bildiniz necə? Yəni taksi fərqlənməlidir. Olmalıdır, fərqlənməlidir. Taksi avtomobili artıq uzaqdan bilinməlidir ki, bu taksidir. Vəssalam. Rənginlə yox, hər hansısa şirkətin üzərində olan o şirkətin reklamıyla yox. Aha, aydındır. Belə. Kart ödəniş məsələsi necədir indi hal-hazırda? Kartla ödənişi onu baxın, o bayaq vurğulayırdı və verilişdən qabaq vurğulayırdı. Kartla ödənişdə əslində heç bir problem yoxdur. Kartla ödənişdə heç bir problem yoxdur. Sadəcə olaraq bizdə ən çox icarəyə götürülən avtomobillər olduğu üçün bəzi şirkətlərdə, məsələn də mən çalışdığım şirkətdə, orada bizdə 7/24 anında nağdlaşdırma var. Amma digər şirkətdə həftədə bir dəfədir. Həftədə bir dəfə nağdlaşdırma olur. Ona görə bunlara biraz çətinlik yaranır. Bəli. O kartla ödənişdə baxın, amma kartla ödəniş qəpiyinə qədər gəlir sürücüyə satır. Post terminal məsələsi var. Bayaq onu verilişdən öncə danışırdıq. Ən böyük problemimiz Ruslan bəy düz deyir, post terminal. Mən hal-hazırda məsələn bankın adını çəkmirəm. Bir ilə yaxın pulsuz işlətdim. Bir ildən sonra mənə bir də baxdım bağlandı post terminalı. Mobil post terminalda telefonda olur. Aha, niyə bağlandı? Səbəb odur ki, sən ayda 300 manat aborot eləməlisən. Ayda 300 manatlıq dövryan olmalıdır. Mən deyirəm ki, biz taksi sürürük. Bizdə iki cürdür ödəniş. Kartla və nəqd. Bəli. Kartla ödəniş zaten kartla ödənişin eləyib adam. Bəli. Şirkətin hesabına şirkətin hesabını eləyib, bu da gedib. Amma nağd olanda bizə nağd şəkildə verilir. Bəli. Mən post terminalı hansı anda müştəriyə deməliyəm ki, gəl mən sənə post terminalla ödəniş edirəm. Dövriyyə necə olsun orada yəni? 8 manat mən hər ay həmən banka pul ödəyirəm. İndi başqa bir bankda 5 manat eləyir. Ki sizin 300 manat minimum dövriyyəniz olmalıdır. Bu hara? Yəni bu taksinin də xərci artır. Baxın, taksi sürücüsünün xərci. Yəni 83 manat, 82 manat 40 qəpiklər deyiləndə 83 manat 20 qəpik fərqlənmə nişanı. Yəni ora DSMF-dir, DSMF-dir, ora DSMF-dir, fərqlənmə nişanı bir dəfə deyil, nə qədər müddət? Hər ay. Tamam. 20 manat 60 qəpik İNVA bildiyimizdə. O da hər aydır. O da hər aydır. Aha. Və məsələn məndə 8 manat da əlavə üstünə gəldi. Bəli. Bu. Bir də indi sığortaların da qiyməti qalxıb. Taksi sığortası 375 manata axırıncı dəfə mənə adam müraciət elədi ki, 375-dən aşağı heç kim eləmir. Həqiqətən də öz kanallarımızla axtardıq, aradıq, gördük yox, alınmır. Adamın maşını lizinqdədir. Bir dəfə də qəza keçirtməyib, amma təzə qanunlara görə 375 manat pul ödəyir. Artıq bu gündən 16-sından da sığortada yeni qaydalar qüvvəyə minib. Əvvəl məsəl üçün avtomobili 1.5 deyək ki, Ravon avtomobilini tutalım deyək 70 manata, 85 manata eləyirdinsə, bu günləri 155 manat olundu. Sonuncu məsəl üçün də bundan qabaq kim idarə edir və yaxud da etibarnamə neçədəndirsə, ən axırıncı riskli kimdirsə, ondan götürülür. İndirim olan götürülür. Bəli. Bir də post terminal məsələsi. Baxın, post terminala görə hətta sürücü bloka düşür. Bəli. Yəni bu adam buna görə niyə boş pul verir? Emin bəy dediyi kimi. Niyə boş pul verməlidir? Və yaxud istifadə olunmursa bunu bir dəfəlik ləğv edin, sürücü ona görə blok eləməyin. İkincisi düz deyir də. Yəni bu müştəri onsuz kartla sifariş verir ki, sistemdən taksi şirkətinin proqramından zaten şirkətin hesabına. Əslində şirkət də onu sürücünün hesabına dərhal belə deyək köçürməyə eləməlidir. O bank post terminalda rekvizit hesabına. Bəli, bank rekviziti. Rekvizitin hesabına köçürməlidir ki, bank da görsün ki, məsələn, bunun dövriyyəsi var. Amma şirkət bunu artıq monopoliya eləyib, nəqsiz ödənişləri onların hesabına köçürsə,
Sən bunu buna görə sürücünü blok edəməzsən. Əslində o Ruslan bəy dediyində də həqiqət var. Əgər mən bir həftədən sonra pulu alacamsa, artıq elə bir bu bank sistemi kimi işləyir. Mənim pulumla dövrə eləyirsiniz. Bəli. Düzdürmü? Bəli. Siz təsəvvür eləyin bir şirkətdə 5000, 6000, 10000 sürücü işləyir və onların da gündəlik minimum heç olmasa bir 20-30 manat kart gedişi varsa, hesablayın da bu dövriyyətdir. Sürücülər bəzən taksi parklarına şikayət edirdilər. Onların tətbiq etdiyi qaydalar, sürücülər buna görə çox yorulur. Gedişlər var, orada müəyyən məsələlər var. İndi siz bu işin içərisindəsiz də daha yaxşı bilirsiniz. Taksi parklarının fəaliyyəti ilə bağlı bir danışardıq. Taksi parkları hamısı bir-birindən fərqlidir. Ümumiyyətlə şirkətlərdə olan taksi parklar şirkətlərə görə də fərqlidir. Şirkətlərdə tələblərə görə fərqlidir. Bir də parkın özünün öz tələbləri də fərqlidir. Park var məsələn. Mən çalışdığım parkda bizdə heç bir tələb yoxdur. Hətta sürücüyə həftədə 2 dəfə də istirahət günü verə bilirik. Onda onun qazancı orada aşağı olur da digər parka baxanda, yoxsa necə? Yox, digər parka baxanda deyil. Məsələn, tələbi sərt olan park var, belə bir şey var da. Məsəl üçün demək istəyir ki, bir həftəyə sürücü tutalım 100 manat işləyirsə, burada 2 dəfə istirahəti varsa, artıq 80 manat işləyəcək də. Yox, orada məsələn deyək də, müəyyən bir şey qoyulur, summa qoyulur, həftəlik məbləğ qoyulur. Bu qədər məbləği işləyirsənsə, orada bonuslar da var təbii ki. Bonus daxil bu qədər məbləği işləyirsənsə, vəssalam, sən bunu 4 günə də vursan, bu məbləği 3 gün istirahət elə. Amma park var. Bu istirahət ayda 2 dəfədir. 2 dəfədir. Həftəyə 2 dəfə. Həftədə bir dəfə, 2 dəfə. Yəni hər həftə istirahəti var. Adamın hər həftə istirahəti var. Amma park var məsələn. Səhər tezdəndən 7-nin yarısından dayanmadan zəng eləyir ki, dur çıx işə. Günorta adam nahara getməlidir. Hara getdi? Niyə xəttə bağladın? Adam da üzr istəyirəm, düşür ayaq yoluna, yenə deyir, niyə düşdün? Elə bir şeylər də var. O cür parklar da var. Emil bəy yazır ki, yatdın, batdın deyir. Mənə görə eşitsiniz, mənə görə taksi parkları, filtlər hamısı şirkətin belə deyək də qoludur da, yəni şirkətə partnyorlarıdır, qolu. Şirkət olduğu halda parka filtrə nə ehtiyac? Ona görə bütün park və filtrlər bağlanmalıdır. Zaten şirkət var. Şirkətlər çox gözəl burada manipulyasiya edir. Müəyyən məsələlərdən qanuni yolla boyun qaçırmaq üçün əlində minbit şey var, şərait var. Sabahları məsəl üçün Emin bəyin işlədiyi şirkət hər hansısa bir maxiniyasiya eləsə, hər hansısa bir taksi ilə əlaqədar qeyri-qanuni iş görsə, şirkət yox. Birbaşa həmən park, şirkətə bağlı olan park məsuliyyət daşıyır. Bilmirəm, görmüsən ya yox, bunun müqavilə bağlayır şirkət park. Gəlib oradan hansısa faiz qarşılığında park asanda, bu qalınlığında müqavilələr var. Bəli. Oxumuşam onun hamısını, bu qalınlığında. Yəni orada elə bir yazılar var ki, şirkət konkret mənlik deyildir. Ona görə bu şirkət, taksi şirkəti varsa, onların partnyorları bilməli olur, hamısı bağlanmalıdır. Parklar bağlanmalıdır. Bağlanma mənası yoxdur. Şirkət var da, bu şirkət, onda şirkəti çıxarın, o parklar işləsin yaxşı. Hərəsi bir şirkət olsun, işləsin. Yəni bunu gedib ondan tutalım, deyim də, burada nə var ki? Kimsə gedib park açmaq istəyir. Yaxşı, gözəl də bilirsən. Tutalım, bu dəqiqə neçə faizdir sizdə? Bizdə 19. 19%. Sifarişin şirkətdə neçə faizi götürüblər? 16. Bildiniz? 3% qoydu artıq gəlir kimi. Çünki başa düşürəm. 25-ə də işləyən var. Parkın müəyyən xərcləri var. Faizin qarşılığında çıxardır. İndi şəxsi avtomobilləri də icarəyə verməklə filan müəyyən həftəlik limit qoymaqla, sürücüyə məbləğ limiti qoymaqla oradan da gəlir götürür öz yerində. Amma müəyyən şeylərdə xərcləri də o 3%-lə çıxardır, vergisi filan. Və bunu sürücü 16% işləyə bilər də bunu. Sürücülər bu dəqiqə qan ağlayır ki, qardaş mən niyə 25%, 19% verməliyəm? Parka gedən kimlərdir? O birisi şirkətdə də ümumiyyətlə 24.1-dir. Nisbət cəhətdən müəyyən şirkət parklarda faizlərin azlığında müəyyən fərqlər var aralarında, başa düşdün. Amma fakt bu sifarişin qiyməti 16%-dir. Fakt budur da, yəni
Bu şirkətin ana şirkətdə sabahla bunu ana bazara şirkət çevirib olanda, də. ana şirkət olanda mən deyim onu sənə. İşçinin sayı avtomatik artacaq, ofislərin sayı artacaq. Bəli. Və ona görə də faizi qaldıracaq. Hara Artıq qaldı? özü yenə bir 16% dənə faiz zaten yox, 16 eləməyəcək, artıq eləyəcək. Ola bilər. Yox, ehtiyac yoxdur. Mən bu şirkətin vergisi, işçi pulu, bunun nə bilim ofisi filan zat nə qədər olmalıdır? Sən özün bilirsən, mən də şirkətdə işləmişəm. Çox yaxşı incəliyini bilirəm. Neçə faizəcən kifayətdir. Gəlir əldə etməyinə yaxşı gəlir. İndi sizə bir dənə məqam deyəcəm. Siz bilirsiniz Azərbaycanda çalışan şirkətlərin ümumiyyətlə qazancı nə qədərdir? Parkın yəni demək. Yox. Nə hansı şirkət? Şirkət. Ana şirkətlər, Ana Talon şirkət. Bolt Uber olsun fərqi. Ana Yox, şirkət. onu necə bilə bilər? Biri hardasa 3-5% işləyir qazanc olaraq. Aha. Biri ümumiyyətlə -10%, 12% işləyir. Mənfidədir yəni. Mən inanmıram. Yox, reallıqdır. Mənfidədirsə niyə işləyir onu? İşləyir də. Bəlkə pul Haradan yollar. bu məlumat sizdə? Var da fakt. Ya mən bilmirəm. Yəni, Bilirsiniz Yox, necədir? mənfi Oturub istəmirəm. o qazancları hesablayanda, Aha. oturub qazancları Görürsən ki, hesablayanda, xeyri yoxdur orada. Baxırsan ki, heç bir xeyri yoxdur. Şirkət öz cibindən tak-tarak pul verir, bonus verir, onu verir, bunu verir, bunu Digər verir. ölkələrdən gələn gəlir hesabına, Bəli. burada onu Fəaliyyətini davam elətdirir, davam yəni. elətdirir ki, gələcəkdə Rəqabət bəlkə budur da. tutar. Bilirsiniz yəni, bax hər iki şirkət, adlarını çəkmədiyim şirkətlər, hər iki şirkətin büdcəsi kiçik dövlətlərin büdcəsindən çoxdur. Fakt bu dəqiqə məsələn Ruslan bəy və yaxud Emil və yaxud siz bir şirkət açmaq istəsək, biz onlarla mümkün deyil rəqabət aparaq. Qiyməti o qədər aşağı salacaq ki, hətta mənfisinə belə işləsə, yox, qiyməti aşağı salmayacaq. Qiyməti normalda saxlayacaq, endirimləri o qədər verəcək ki, müştərilərə. Bəli. Və yaxud sürücülərə o qədər bonus verəcək ki, heç kim o şirkətdə də işləmək istəməyəcək. O şirkətlə kəllə-kəllə Gəlin bir dənə sözüm. Kəllə-kəllə Baxın, baba yəni. deyim mənfiyə gedir. Azərbaycanda o şirkət açan mənfiyə gedirməyi mənə biraz absurd gəldi. Nəyə görə deyirəm? Talon adını çəkək də bu gizli saxlı deyildi. Bütün dünyada Bolt məsəl üçün. Estonia proqramı düzdür. Bəli. Buradakı Bolt proqramı onu hər hansısa bir faiz müqabilində götürüb işlədir bilirsən də. Yəni Bəli. 3%, 5% gedir ora. Talon burada 10%dir. Talon. Bunun 3-5%-i dəqiq bilmirəm də, onu yalan deyirəm. Gedir Estonia. Onların hesabına. Çünki belə deyə də arendaya götürüb deyə, kiraya götürüb bunu, düzdür? Buradakı şirkət necə mənfiyə gedə bilər? Və yaxud o şirkət necə mənfiyə gedə bilər? Onu verilişdən sonra deyərəm. Yox, bunu elə burada denənə, bunu Yox, necə burada gedə deyə bilər? bilmərəm. Nəyə bildim? Burada deyə Ay, bilmərəm. bunun mənfiyə getmə ehtimalı çox azdır. Bu zaten filitlə parklarla fəaliyyət göstərir, düzdür? Bəli. Burada tutalım 10 manat da qazansa onun 3%-ni verəcək Estoniyaya. 7 manatını götürəcək. Onun içində icarə haqqı, nə bilim işçi pulu falan zat, vergisi falan öz yerində. Gəlir vergisi burada verirsən də, gəlir vergisi də səhv eləmirəmsə 2%-dir. Düzdür? Dövriyən 2%-dir. Yox, Gəlir vergisi 18 və ƏDV deyil. 18. O ƏDV-dir. Gəlir vergisi. Ona abarotlar yüksəkdir axı. Yox, 2%-dir. Mən səhv eləmirəmsə. Dövriyələri çox səhv eləyə yüksəkdir. bilərəm. Onun Yox, vergisi parklar ola bilər. O filitlər, parklar ola bilər. mənfiyə getmə ehtimalı Filitlər, parklar ola bilər, o 2%-ına verirlər. Amma şirkət olaraq onlar 18. Bu burada 20%. mənfiyə getsə belə əsas ana şirkət var Estoniya əsas. O mənfiyə Yox, getmək mümkün ana deyil. şirkət O mənfiyə getmək mümkün getmir. deyil. Ana şirkət mənfiyə getmir. Ana şirkət mənfiyə Onda getmir. o buradakının Siz bilirsiniz rasxodu ki, çoxdur da. Ümumiyyətlə Tutalım. siz bilirsiniz ki, hər iki şirkət avtomobillərin yeniliyinə görə öz hansı ölkələri əhatə eləyirlər ha, Pul ilk ayırırlar. beşlikdədirlər. Avtomobillərin yeniliyinə görə. Necə yeniliyinə görə? Yeni də yəni yeni avtomobillər çalır. Hə, yəni ki o şirkətdə fəaliyyət göstərən Fəaliyyət- avtomobillərin illəri təzədir də. yəni İlləri belə də. təzədir də. Normaldır. Əksəriyyəti 24-25-dir. Əksəriyyət. Yəni mənfiyə getməyə mən biraz absurd gəlir. Yavaş-yavaş Bir dənə də şeyə toxunaq. Taksi duracağında taksiyə cərimənin yazılması. Aha. Taksi duracağıdır. Aha. Bilirsiniz o Necə seçilir o taksi orada olur? Yox da, indi qulaq as. Seçilməyi mən deyim sənə necədir. Ruslan, bu dəqiqə çıxaq çölə burdan. Hər hansı bir avtomobili göstər. Mən o avtomobilin taksi olub olmamağı mən sənə deyə bilərəm. Siz o artıq burada psixologiya olur. Psixologiya deyil. Yəni biz sən Psixologiya deyil. Necə bilə bilərsən? Bu Aynan saytı var. Aynan saytına hər hansı bir avtomobilin Hə, o zətdən oradan yoxlaya Bəli, bilirsən. əgər mən adi taksi sürücüsü mən yoxlaya bilirəmsə bu avtomobil taksi buraxılış Aha. kartı var.
Aha. Bunu o çəkən kamera var ha. Hə. O necə görə bilər? Ya mən bunun əksini deyim də. Taksi kartı olan avtomobili adi sıravi insan da alıb sürür. Yəni bu əsas verir ki, orada dayansın. Yox, yaxşı, indi bir dənə də iş var. İli düşməyən, Necə buraxılışı olmayan avtomobil. Bax Ruslan bəy, Orada dayanmaq. siz öz avtomobilinizlə, sizin buraxılışınız yox, düzdür. Üstlərinə taksi qoyun, gedin dayanın hər hansı bir taksi dayanacağında. Bu da bir paradoksdur da. Hə, bu. cərimə Yəni, gəlməyəcək. razıyam. Cərimə gəlməyəcək. Siz öz avtomobilinizlə gedin, rəngi fərq eləmir, ili fərq eləmir, avtomobil fərq eləmir. Üstündə taksi varsa İstəyirsiniz Maybaxla gedin dayanın, istəyirsiniz nə bilim ən belə balaca zapı ilə Zaporojyedən gedin dayanın. Üstündə taksi varsa cərimə gəlmir. Yəni belə görürəm yəni bu o deməkdir ki, özümüzü taksi yormur. avtomobil üçün xarici tərtibat vacib rabildir. Belə olur. Yəni belə başa düşürəm ki, özün yormur da o izləyən var ya avtomatik çəkilmə. O sadəcə görüntüyə baxır, ona görə təyin edir. Bəli. Araşdırma yoxdur orada. Bəli. Aydın. Hətta aynanın bir nümayəndəsi belə mənə onu dedi ki, dedi özümə şoka düşdüm. Mənə deyirdilər, mən inanmırdım buna. Deyir özüm getdim Yasamalda öz avtomobilin üzərinə taksi qoydum. 1 saatdan çox dayandım. Cərimə gəlmədi. Amma mənim arxamda Taksi olan. Yango reklamlı bir gəldi dayandı. Hə. 20 dəqiqədən sonra dedi, "A, burada mən taksiyə mənə cərimə gəldi ki." Onda bir dənə şaşkaya görədir o. Bir şaşkaya görə bəli. Yəni, bir dənə- kənarda bəli, görürük bəli, o bir dənə reklamı. ona görə heç kənarına baxan yoxdur, az üzərinə baxırlar. Bu da maraqlı oldu. Yekunlaşdıraq yavaş-yavaş canlımızı. Yekunlaşdıraq. Dəyərli dostlar, biz yavaş-yavaş canlımızı yekunlaşdırırıq. Sağ olsunlar. Emil bəy, Ruslan bəy bizə bir məlumat verdilər, maarifləndirdilər. İndi burada yazanlar da var. İnşallah ki, bir daha da görüşəcəyik. Ruslan. Sağ olun, şərait yaratdığınız üçün. Xoşdur bizim üçün. Görüşər inşallah. Mütləq. Bir 2 aydan yeni qərar görək nə çıxır. Hə, yeni qərardan sonra bir də belə bir efir edəcəyik inşallah ki. İnşallah. Sağ olun, görüşmək ümidi ilə.